Qaraciyər hansı hallarda ağrı verir? Təəssüf ki, qaraciyər ağrı yalnız son mərhələdə ağrı verə bilər. Əksər pasiyentlərin də hepatoloqa müraciət etməsi bu mərhələdə olur. Bəs qaraciyərin zədələnməsinə hansı səbəblər gətirib çıxara bilər? Birinci növbədə sağlam həyat tərzinə riayət etməyən insanlar, yəni düzgün qidalanmayan, həddən artıq çox yağlı qida qəbul edən, fiziki aktivliyi olmayan insanlarda qaraciyərin piylənməsi, zədələnməsi, fibrozu və sirozu yarana bilər. İkinci əsas səbəblərdən biri virus mənşəli infeksiyalardır. Yəni bura daxildir hepatit A, B, C, D, E hepatitlər. Bunlar da təəssüf ki, birinci ilkin mərhələdə simptomsuz keçir. İnsanlar adətən bunu təsadüfən aşkarlayır, təsadüfi müayinə bir check-up zamanı. Üçüncü səbəblərdən, əsas səbəblərdən biri toksiki hepatitlər ola bilər. Bura daxildir alkoqol, yəni spirtli içkilərin qəbulu, müəyyən bir dərman qrupları, hansı ki, o da qaraciyərin zədələnməsinə və ciddi fibroza, siroza belə gətirə bilər. Bəzi autoimmun xəstəliklər, hansı ki, o da simptomsuz keçir və qaraciyərin ciddi ifadəli zədələnməsinə gətirə bilər. Təəssüf ki, pasiyentlər adətən son mərhələlərdə yalnız hepatoloqa müraciət edirlər və bu mərhələyə çatmasın, qaraciyər ifadəli zədələnməsin deyə məsləhət görülür ki, heç olmasa ildə bir dəfə qaraciyər mütləq yoxlanılıb, check-up olunmalıdır. Çünki qaraciyər şikayətlənən bir orqan deyil.